Respublikasının suverenliği, bütövlüyü uğrunda canlarından, qanlarından keçən qəhrəman şəhidlərimizdən Allahdan rəhmət eyləsin deyirik. Ruhları şad olsun, qazilərimizə şəfa, veteranlarımıza can sağlığı arzulayırıq. Və şəhidlik məqamına gəlib toxunanda həqiqətən də şəhidlik ali bir zirvədir, ali bir məktəbdir. O məktəb, hansı ki o məktəbdir ki, orada yalnız qəhrəmanlar yetişir. Yəni şəhidlik o kəslərdir ki, şəhidlər o kəslərdir ki, gələcək nəsilləri xoşbaxt yaşaması üçün canlarından keçən həmin o qəhrəmanlardır. Həmin o qəhrəmanları da yetişdirən siz qəhrəman valideynlərsiniz. Sizlərin qarşınızda biz baş əyirik. Həqiqətən də bugünkü gündə bu 2020-ci ilin 44 günlük 2-ci Qarabağ müharibəsində cavan gənc nəsillər həqiqətən də yetişdirildi. Bu torpaq igid qəhrəman ərənlər yetişdirdi. Azərbaycanın bütövlüyü uğrunda canlarına keçən igid oğullar yetişdirdi. Biz nəinki bizlər bütün dünyada həqiqətən də Azərbaycan haqqında danışırlar. 32 dövlətdən yuxarı bugünkü gündə Azərbaycana hesabat verirlər. Çünki Ali Başkomandan dediyimiz kimi biz güclü dövlətik, güclü xalqıq, güclü ordumuz var, güclü prezidentimiz var, Ali Başkomandanımız var. Və burada bu tədbiri təşkil edən Mərkəzi Kitabxananın rəhbərliyinə, kollektivinə, başda Mir Yunus əmi sizlərə təşəkkür edirik ki, bu layihəni təşkil eləmişsiniz. Ayda xanım sizlərə təşəkkür edirik. Və hər bir zaman biz də qazi, veteranlar, yəni ictimai birliyi olaraq hər bir zaman şəhid valideynlərin yanındayıq. Hər bir zaman da dövlətimizin yanındayıq, Ali Başkomandanın yanındayıq. Və biz hər zaman deyirik, bizim bir şuarımız var və hər zaman mən tədbirdə onu ifadə edirəm. Biz dövlətimizə sədaqət, bayrağımıza hörmət, Azərbaycan Respublikasının Prezidentinə, Ali Başkomandana dəstək bizim şərəf borcumuzdur. 100 kərə ölsək də, dirilsək də, canımız fəda olsun Azərbaycanımıza, torpağımıza, vətənimizə, bayrağımıza. Allah sizləri var eləsin, şəhid valideynləri. Siz qəhrəman övladlar yetişdirmişsiniz, siz onlarla fəxr edirsiniz, biz sizlərlə fəxr edirik, onlarla fəxr edirik. O döyüş yolu bir yerdə keçmişik, həmin o kişilərlə keçmişik, igidlərlə keçmişik. Vallahi billahi biz sevinirik, bizlərə indi nəsib olmadı. Amma sevindirici aldı. Cənnətdəki mövludları mübarək olsun. Allah sizləri var etsin.